Salam dostlar, her vaxtınız xeyirli olsun. Bugün 25 iyun 2026-cı il. Görək arı evciyimizdə olan arı ailələrimizdə bal götürə bilərikmi? Ya Allah! Görək gözəllərimiz bal toplayıblarmı? Oy maşallah. Propolisdən taxtanı elə yapışdırıblar ki dostlar. Carnicas Klenar 2025 F1. Deməli 16 may çıxmışdı. 26 may yumurta qoyub. 2025-ci ildə. Ay ay ay. Yaman propolisdən yapışdırıblar. Ay maşallah. Ay maşallah. May ayı yağışdı, soyuq keçməsəydi, bu il balığı yığışdırmaq olmazdı. Allah bərəkət versin. Baxın. Demək, oyaq burada bir balaca. Ay. Bağışlayın. Demək dostlar, bu balı biz götürməyəcəyik hələ. İnşallah iyul ayında, növbəti ayda tam bu çərçivələri tamamlayacaqlar. Ondan sonra balımızı götürərik. Baxın, bu da bal, burada isə sürfələr. Yəni 20 çərçivəlik arı ailələridir burada. Yəni izolyatordan istifadə etmək tam yerinə düşərdi. Çünki buradakı sürfələrdən bütövlüklə arılar çıxacaqdır və biz də sərbəst şəkildə balımızı kəsərdik. Varroadan da ailəni azad etmiş olardıq. Baxın. Gözəllər gözəli. Demək, ay maşallah. Bu da bizim gözəlçəmiz. Carnicas Klenar. Nömrə 54. Bura bax. Bunu dişləyib yeməyəsən bu gözəlçəni. Belə dostlar. Gəlin biz bu gözəlçəni bugün 25 iyun 2026-cı ildir. Yaxşı olar ki, bu gözəlçəni salaq izolyatora 22 gündən sonra balımızı kəsək və hər şey olsun mükəmməl. Benim güzelim. Sən
Daha bəsdə yumurta koydun. Sen bize büyük bir kolleksiya yarattın sen. Git gir bura. Canım ay karnika. Karnika arısı kasıbın arısıdır. Sizi başa düştük. Narahat etme istemiyorum ama ay maşallah. Deməli dostlar, buradan bir möhtəşəm çərçivəni götürürük. Onun yerine ana arını boş çerçevede koyarıq. Bax bunu, bu güləmli çerçeveni götürərik. Tamamıyla dolu güləm. Alın süzüb güləmini götürərik. Benim güzellerim. Bakın dostlar, bu çerçeveni götürüp hərçən ki süzmək olar. Mən heç bunu götürmürəm də. Qaytarıb qoyuram yerinə.